Rus rəssamı Aleksey Ivanoviç Karuzukinin şəhərdən qayıtma tablosunda gənc bir kişi şəhərdən evinə dönüb, üstünü və çəkmələrini çıxarmadan əyləşib, övladlarına şəhərdən gətirdiyi ərmağanları verir. Mərkəzdəki atanın üzü valideyn məhəbbəti ilə işıqlanıb, böyük qızına saçları üçün göy lent verib. 5 yaşlı qız beyaz köynəyinin ətəyini qaldırıb ki, atasının verəcəyi hədiyyəni alsın. Kiçik körpə iməkləyərək atasına yaxınlaşmağa çalışır. Yalnız bir personaj, yaşlı qadın samavara su töküb çay qoymaqla məşğuldur. Bu ya nənə, ya da qonşudur. Komada kasıbçılıqla yanaşı həm də səliqəsizlik var. Bu evin sahibəsi yoxdur. Bəlkə gənc qadın kiçik övladını doğan zaman dünyasını dəyişib. Bu komada atanın sevgi dolu baxışları, övladların işıq saçan üzləri gözə çarpır.